Evə keçirəcəyimiz mövzu Kolberq nəzəriyyəsidir. Kolberq mənəvi inkişaf nəzəriyyəsi deməkdir. Kolberqə görə mənəvi inkişaf 3 səviyyə, 6 mərhələdən ibarətdir. Birinci mərhələ prekonversional səviyyə, ikinci konversional səviyyə, üçüncü postkonversional səviyyə. Prekonversional səviyyə itaət və cəza, individualizmdir. İtaət və cəza o deməkdir ki, uşaq qaydadan qorxduğu üçün, cəzadan qorxduğu üçün qaydaya əməl edir. Baxın, tutam ki, qayda var ki, məktəbdə dalaşmaq olmaz. İki uşaq dalaşır, digəri bilir ki, əgər o da gedib onların davasına qarışsa, o da cəza alacaqdır. Cəzadan qorxduğuna görə gedir sakitcə bir kənarda durur. Və yaxud da məsələn müəllim qayda qoyur ki, ev tapşırığını yazmayıb gələnə əlavə 1000 dənə ev tapşırığı sual yazdıracağam. Çətin tapşırıq yazdıracağam. Şagird hər zaman o qaydaya əməl edir. Niyə? Çünki o cəza tapşırığından qorxduğuna görə. Yəni cəzadan qorxduğu üçün qaydaya əməl edirsə, olur itaət və cəza. İndividualizm budur ki, şəxsi maraq. Mən məsələn sizə kömək edirəm ki, sizdən nə vaxtsa mənim ehtiyacım ona mənə kömək edəsiniz. Və yaxud da nə vaxtsa sizdən kömək istəmişəm. Siz mənə kömək etməyibsiniz. Mən sizə kömək etmirəm. Niyə? Çünki mənim ehtiyacım olan vaxtda mənə kömək etməyibsiniz deyə. Yəni individualizm odur ki, şəxsi maraq. Ancaq öz şəxsi mənəfeyini güdür və ona görə də hərəkət edir. Konversional səviyyədə isə qəbul olunma odur ki, başqa insanların gözündə yaxşı görmək. Tam ki, avtobusa yaşlı bir qadına yer verir. Düşünür ki, mən ona yer versəm, hamı deyəcək, necə yaxşı uşaqdır. Və yaxud da ki, birinin çantasını daşıyır. Deyir, qoy hamı desin ki, məsələn, bunun kimi nümunə bir insan yoxdur da. Yaxud da hər gün hamıya salam verir, gördüyü hər kəsə deyir, qoy desinlər ki, məsələn, tam əli necə ağıllı uşaqdır. Yəni, ancaq başqalarının gözündə yaxşı görünmək deyirsə, bu olur qəbul olunma. Səhhət və sosial nizamı odur ki, cəmiyyəti bütöv bir şəkildə görərək mühakimə edirlər. Yəni, bu əsasən 3-cü və 4-cü, yəni qəbul olunma səviyyəsinə də oxşuyur. Başqa insanların gözündə yaxşı görünmək kimi. Amma sadəcə burada bir şey var ki, cəmiyyəti bütöv bir şəkildə mühakimə edirlər. Yəni, öz mövqelərindən deyil də cəmiyyətin mövqeyindən çıxışlar. Məsələn, digər insanlar nə deyər düşüncəsi ilə yaşayırlarsa, bu olur səhhət və sosial nizamı qoruma. Postkonversional səviyyədə isə sosial müqavilə, sosial razılıq, bu mərhələdə olan şəxslər hər şeyə ədalətli prinsiplə yanaşırlar. Yəni, onlar üçün qaydaya əməl etmək mütləqdir. Mən əgər özüm qaydaya əməl edirəmsə, istəyirəm ki, qarşımdakı şəxs də qaydaya əməl etsin. Həmin qaydaları yerinə getirsin. Universal etik prinsiplər isə ən ali mərhələdir. Burada artıq insan öz mənəvi hisslərinə güvənərəkdən də bir şey edir. Yəni, ən çox öz hisslərinə görə düşünür. Məsələn, bir insana kömək edirsə, onu öz hissləri əsasında edir. Burada 2 dənə dilemma var. Hansın dilemması və John'un dilemması. Bu dilemmalar sayəsində şagirdin hansı mərhələdə olduğunu bilə bilərik. Məsələn, Hansın dilemması budur ki, Hansın həyat yoldaşı çox xəstə olur. O ona dərman ala bilmir. Dərmanı aptekə gedir. Aptekçi 2 qat daha baha qiymət edir və bunun pulu olunur. İndi burada Hans nə etməlidir? Məsələn, oğurluq etsə, deyək ki, oğurluq edəcəkdir. Bu mərhələdə, məsələn, itaət və cəzada olan düşünər ki, oğurluq etsə cəza alacaqdır. İndividualizmdə olan düşünər ki, o həyat yoldaşına kömək edir. Həyat yoldaşı ona nə vaxtsa kömək edər. Universal etik prinsipdə olan düşünər ki, hər bir canlı insan, hər bir kəsin yaşama hüququ var. Səhhət və sosial nizamı qorumada düşünər ki, digər insanlar nə deyər. Qəbul olunmada düşünər ki, mən həyat yoldaşıma kömək edim, qoy hamı desin necə yaxşı oğlandır, yaxud necə yaxşı qızdır. Bu kimi də John'un da dileması eyni ilə belədir. John düşərgəyə getmək istəyir. Atası deyir ki, pulunu yığ. Məsələn, yayda düşərgəyə göndərəcəm. John da bütün pulunu yığır, amma düşərgənin vaxtı çatan vaxtda atası onu göndərmir, çünki o da dostlarıyla balığa getmək istəyir. Məsələn, tam John burada nə etməlidir? Pul atasına verməlidir, ya yox. Hər mərhələdə olan fərqli bir cavab verə bilər bunun üçün. Bu da ki, necə deyim, kimin hansı mərhələdə olduğunu müəyyən etmək olar. Ümumiyyətlə, baxın, mənəvi inkişafda istifadə olunan iş üsulları var. Bu, simulyasiya və rollu oyunlardır, insident üzərində işdir, müzakirə xəritəsi, debatdır, Sokrat dialoqudur, akvarium iş üsuludur. Və biz mənəvi inkişaf formalaşdırmaq üçün ən əsas ilkin biliyə əsaslanan metod, real təcrübədə də refleksiya etməliyik. Bu birinci mövzumuz. Daha sonra isə gəlir Daniel Goleman, emosional zəka nəzəriyyəsi. Golemana görə emosional intellektin 5 səviyyəsi
var. Özünü dərk, özünü idarə etmə, motivasiya, sosial məlumatlıq və münasibətlərin idarə edilməsi. Özünü dərk bu deməkdir, öz hisslərimizi başa düşürük. Yəni agahlıq. Tutan mən bu gün sevincliyəm, kədərliyəm, qəzəbliyəm, əsəbliyəm. Məsələn, mən bunu dərk edirəmsə, özümü necə hiss etdiyimi bilirəmsə, bu olur özünü dərk. Öz hisslərimi idarə edə bilirəmsə, məsələn, sevincimi, qəzəbimi, həmin məsələn qəzəbli olana necə reaksiya verəcəyimi idarə edə bilirəmsə, olur özünü idarə etmə. Motivasiya odur ki, maraq oyatını həvəsləndirməyə deyilir. Sosial məlumatlıq iki insanın münasibəti. Tam ki, mən dostumla dava edirəm, mən onu yaxşı başa düşdümmü? Özümü onun yerinə qoysam, bəlkə o haqlı idi kimi düşüncələr düşünürsə, bu münasibətlərin idarə edilməsi. Sosial məlumatlıq empatiya isə odur ki, bir nəfərin yerinə özünü qoyursan, özünlə onu qarşılaşdırırsan. Tutalım ki, deyirsən ki, məsələn, mən dostumun yerində olsaydım, bu işi belə etməz, belə edərdim kimi düşüncələr varsa, bu da olur sosial məlumatlıq empatiya. Yəni, çox asan